Hər kəsə salamlar. Sıfırdan ingiliscə dərslərinə bugün öyrənəcəyimiz dərslərimiz, bugün öyrənəcəyimiz mövzu şəxs əvəzliklərdir, am, is, are-dır. Və bu dərslikləri biz rahat, başa düşüləcək bir şəkildə hər kəs bu dərsləri səbirlə dinləsə, qısa bir zamanda artıq az da olsa belə ingiliscə danışa biləcək. Amma partnyor qarşı tərəf olmağı üstünlükdür. Çünki biz dərsləri biz onlayn şəkildə hazırlayırıq. Əyani və yaxud da qrup halında dərslərimiz var. Orada isə sürətli bir şəkildə ingiliscə danışmağa başlayacaqsınız. Dəstək olmağınızı rica edirik. Səhifəyə, YouTube kanalımıza və yaxud da TikTok hesabımıza takip atmağı unutmayın. Hər bir dəstəyinizi kiçik görməyin. Bizim üçün önəmlidir. Hər bir bizə takip atan, bizə rəy bildirən hər kəsin fikri bizim üçün önəmlidir. Bugün şəxs əvəzliklərindən danışacağıq. Am, is, are-dır, to be-nindir. Biz burada mən hazırlamışam. Hər kəs baxsın. Bunları hissə-hissə böyütəcəm. Bir saniyə. Baxın. Burada şəxs əvəzlikləri. Çox vaxt itirmədən keçirəm ki, hər kəs anlaşılan bir şəkildə izah olunsun. Çətin bir şey yoxdur burada. Asandır. Sadəcə və sadəcə dinləmək, mənim dediklərimi əzbərləmək, yadda saxlamaq və bunları tətbiq etmək önəmlidir. Tətbiq etmək önəmlidir. Əsas məsələ partnyordur və bunları tətbiq etmək lazımdır. Şəxs əvəzlikləri dedik, am, is, are-dır. Bunlar nədir? Bunları mən asan bir şəkildə sizə izah edəcəm. Çox asan bir şəkildə. Bugün cümlə qurmağı da sizə öyrədəcəm və A2, A1, A2 səviyyədə də, beginner səviyyələrdə də diyaloqları danışacağıq və rahat bir şəkildə öyrənəcəksiniz. Və dediklərimiz sadəcə və sadəcə daha hər şeyi qoyun kənara və məni dinləməyə başlayın. Şəxs əvəzlikləri, am, is, are nədir? I, baxın. I, hər kəs görür, oxu. I, biraz da bunu böyütək. Telefonla baxanlar daha yaxşı görsün. Aha, bir saniyə. Bir saniyə. Aha, məncə kifayətdir. Bizə belə gözləyin. Aha, kifayətdir. Bura nədir? I, mən, you, sən, he, kişi cinsindədir. O deməkdir. She, qadın cinsində o deməkdir. Itdəki cansız əşyalar bildirir. Biz dediyimiz zaman I am, mən, am artırıldı. You, are. Are dediyim zaman you, are və bir də we deylərdə are artırılır. Yəni bunları asan bir şəkildədir. I am, you are, məsəl üçün sual verərkən də ola bilər. He is, she is, it's, you are, we are, you are, they are. Bunlar arlar ancaq və ancaq dediyimiz kimi əmlər I am olur. Arlar you-da, we-də və they-də artırılmış olur. Bu asaddır. Okay? Keçək bunları istifadələrinə. Necə olur? Biz bu cümlə quran zaman, baxın burada. I am, məsəl üçün, a teacher, I am a teacher, məsəl üçün, we are, they are dediyimiz kimi bunları istifadə olunur. Biz dediyimiz kimi cümlə quran zaman, baxın, buranı böyütək. Cümlə quran zaman biz 3 moduldan istifadə olunur. Nədir modul? 1. Təsdiq, inkar və sual. Necə olur? Baxın, I am a teacher. Düzdürmü? Am a teacher. Sən müəllimsən. Am keçir qabağa sual verir. He is a student. O studentdir. Amma bax burada x qoymuşam. You are not olmayacaq. You are not a teacher olacaq. A olmayacaq. Çünki qabağa keçməsi mümkün deyil. You are Akif. Are you Akif? Sən Akifsən. It's he a student. Bu olmayacaq. Dediyək ki biz bu qabağa keçə bilməz. Burada da xırda cümlələr hazırlamışam siz üçün. Əmən bunları qoyaraq
Məsəl üçün, I am Əmin. Mən kişiyəm, məsələn. A woman, qadın. A student, teacher. A doctor, a lawyer, hüquqşünas deməkdir. I am fine, məsələn, soruşanda ki, sən how are you, necəsən deyir, məsəl üçün. I am fine deyə bilərsən. Bu bəsitdir. Ən gözəl professional şəkildə olsun, məsəl üçün, all good, yaxşıyam, bu formada da ola bilər. Sonra bad, pis, broad, belə kədərli, qəmgin kimi istifadə edən. Hungry, ac. Thirsty, susamış. Məsələn, I am tired, mən yorğunam, məsəl üçün də. I am thirsty, mən susamışam. Və bunları qoyaraq cümlələr asan bir şəkildə fikrini izah edə biləcəksən. Demək, cümlə qurmaq. Bax, mən burada soft qurmuşam. Bu nə deməkdir? Bu sən bugün ən asan bir şəkildə cümlənin necə qurulmasını asan və başa düşülür şəkildə. Necə deyirlər bu eldenirsə, bunu qardaş-qardaşa etməz. Mən sizə bunu asan bir şəkildə, çox müəllimlər sizə bunu deməyəcək. Çox müəllimlər sizə bunu izah etməyəcək. Mən sizə cümləni asan qurma şəklini deyəcəm. Buradakilə başa düşdük. Baxın, bunlar 4 dənə şəkil. İzah etdim hamısını sizə. You, I, he, she, it, we, they. Bunlar asandır və bunları qoyaraq cümlələr yerinə söz qura biləcəksiniz. Və soft nə deməkdir? Soft S hərfi subyekt, yəni mübtəda Azərbaycancada, verb feil, obyekt, bu obyekt tamamlıqdır, pronouns isə yerdir, time-də zamandır. Məsələn bir cümlə quraq. Misal üçün, o hər gün evdə ingiliscə öyrənir. Necə olacaq? O bir saniyə. Məsələn yazaq. O hər gün evdə ingilis dili öyrənir. Bunu necə tərcümə edəcəyik? Bunu etmək üçün, baxın, bunu biraz inkişaf etdirək. O hər gün evdə ingilis dili öyrənir. Bunu biraz stilini də dəyişək. Aha, yaxşı görsəniz. O evdə hər gün ingilis dili öyrənir. Necə olacaq? 1. O. Nədir bu? O subyekt, soft üslubuna subyekt. Düzdürmü? Subyekt nədir? Mübtəda. Birinci mübtəda oldu. He, o və yaxud da ki she də ola bilər, qadın cinsi də ola bilər, he də ola bilər, kişi cinsi də ola bilər. He. İkinci nə olacaq? İkincimiz isə öyrənir. Nə öyrənir? İngilis dili, düzdürmü? Öyrənir olanda isə olacaq verb. Verbimiz nə idi? Feil. Bunu mütləq yazın bir dəftərə. Bunu yazılanda da daha rahat bir şəkildə öyrənmək olur. Verb, feil. Öyrənir. Necə olur? İngilis nədir öyrənmək? Learn. Learn. Öyrənir. Üçüncü nə olacaq? Bax, o. Soft. Obyekt. Obyekt olanda isə nə idi bizdə? Tamamlıq. Tamamlığı qoyuruq indi ora. Yəni, asan bir şəkildə siz bu soft üslubunla eləsəniz, İngilis dilində cümlə qurmağı rahat bir şəkildə edəcəksiniz. İngilis dili. English. He learn English. Sonra nə gəlir? Soft üslubuna pounds yer. Dördüncü də harda olur? Home, ev. Ev, home. At home. At home. At home. Sonra nəyimiz qaldı yerdə? Hər gün. Hər gün nə olacaq? Hər gün ingiliscə nədir? Every day. Every day, hər gün. Every day. Beş. Balance dedik tamamlıq. 5 isə hər gün zamanı qoyuruq yerinə. Hər gün every day. Every day. Bu da tamamlandı.
Bunu biraz böyütək. Hə, bu düşdü alta. Hə. Nə oldu? He learn English at home every day. Burada S artıraq. Learns English at home every day. İndi mən bunu anladıq demək. Okay. İndi every day. Düşək alta. Bundan silək. Bundan silək, bizə lazım deyil. Bunu başa düşdük. Mən sizə indi ev tapşırığı verəcəm. Ev tapşırığımız nədir? Çətin bir şey deyil. İndi necə deyə bilərik? Biz hər gün küçədə futbol oynayırıq. Biz hər gün küçədə futbol oynayırıq. Biz bunu balacalaşdıraq. Hə. Biz hər gün küçədə futbol oynayırıq. Bunu isə siz necə quracaqsınız? Bunu kommentariyalarda bildirə bilərsiniz, əgər istəyirsinizsə. Sadəcə mən sizə motivasiya və disiplinə dəvət etdiyim kimi, siz də bizə dəstək olub, dəstəyimizin davamının gəlməsi üçün dəstək olmanızı sizdən rica edirik. Və bunu necə yazarsınız? Kommentariyada bildirərsiniz. Biz hər gün küçədə futbol oynayırıq. Bu soft üsulu ilə subyekt, verb, feil, obyekt, tamamlıq, yalnız yer, time də zamanla bunları qoyaraq bildirə bilərsiniz. Və ən əsası da çalışın, feillər öyrənməyə başlayın, sözləri öyrənməyə başlayın və əgər əzbərləyirsinizsə, cümlələr əzbərləyin. Biz onları da keçirik. Və bunu ev tapşırığı kimi hər kəsə verirəm. Sonuncu dərsimiz nədir? Sonuncu, sizinlə bugün bu keçdiklərimiz əsasında, dünənki dərsimiz və bugünkü ilə keçdiklərimiz əsasında biz bir dialoq oxuyacağıq. Bu dialoqumuz nədir? Bu dialoqumuz bir uşağın, belə deyək də, birinci gün etdikləridir, yəni nə edirlərsə, onlardan danışır və biz bunları oxuyacağıq. Okay, let's go. Hi, salam. Uşaq bizə bildirir. Uşaq həyatı haqqında danışacaq da, bizə günü haqqında necə keçir. I am a Tom. I am Tom. Deyir, I am, am. Düzdürmü? I am Tom. Mən Tomam deyir. Today, bugün, bugündür. I want to tell haqqında. You about my day. Mən deyir, bugün sizə danışmaq istəyirəm, deyir, günüm haqqında. Nədir? Tom özü günü haqqında bizə danışmaq istəyir. Nədir əziz izləyicilərim? Nə danışacaq bizə haqqında? I wake up at 7 am. Deyir, mən saat 7-də qalxıram. Saat 7-də qalxıram, deyir. Nə edir qalxandan sonra? I eat. Biz nə keçmişdik? Eat nə idi? Birinci dərsimizdə yemək, breakfast, səhər yeməyi yeyir, deyir. Nə yeyir səhər yeməyində? I usually istifadə edir. Yəni də səhər yeməyində nə yeməyə istifadə edir? I usually eat egg, yumurta, tost və tostu and və deməkdir. Orada görə bilərsiniz bunu. Fruit, meyvə. Sonra nə edir? I brush my teeth every morning. Deyir, mən brush yuram. Neyləri? Dişimi hər səhər. Morning səhərdir. Every hər səhər. I go to school at 7 am. Mən deyir, go, bilirik də, gedirik. To, A-dir, yadınızdadır, yönəldici. School 7 am. Deyir, mən də məktəbə 8-də gedirəm. I take, götürürəm, take, the bus, avtobusa minirəm. Take götürməkdə, avtobus götürürdü onu məktəbə. I have lunch and saat 12-də PM. Deyir, mən lunch edirəm saat 12-də. I eat, I sandwich. Mən də bir dənə sandwich yeyirəm. I play football with my friends after school. Deyir, mən deyir, oynayıram. Play bu Britan ingiliscəsindədir. Əslən soccer deyirlər, Amerikanlar. Score.
Play da deyə bilərsiniz, heç sıxıntı yoxdur. I play football with my friends. Mən deyir futbol oynayıram deyir dostlarımla. After sonra deməli. School. Mən dərsdən sonra. I play a lunch futbol, sonra lunch, sonra isə deyir I eat a sandwich. Sonra bir dənə sandviç yeyirəm. I have a big family. Mənim deyir böyük ailəm var. I have one brother and one sister. Deyir mənim deyir bir qardaşım və bir bacım var. We eat, biz yeyirik, dinner, axşam yeməyidir. Together bacımla at 7 p.m. Deyir bacımla deyir mən deyir biz axşam yeməyi yeyirik. We eat dinner together. Deyir biz hər axşam yeməyi bacımla yeyirik. We watch it. Burada görürsünüz keçmiş zamanı bildirir. Move after dinner. Axşam yeməyindən sonra deyir bacımla televizor izləyirik. Before sonra bed çarpayıdır. Bed I read book. Mən də sonra çarpayıma gedirəm və kitab read yadınızdadır kitab oxuyuram. I read mən oxuyuram. You read sən oxuyursan. Kitab oxuyuram. Sonra I go to bed. Mən gedirəm də çarpayıma. 9 p.m. good night. Mən də yatıram. Sonra deyir ki I had a good day. İyi gecələr deyir mənə deyir. Bu qədər əziz izləyicilərimiz. 15-20 dəqiqənizi ayıraraq bizim əyani və qrup anlı dərslərimiz keçirik. Qoşulmaq istəyənlər Amerikada təhsil aldıqlarımızı hal-hazırda öyrəndiklərimizi sizinlə bölüşməyə məmnun olarıq və bizim dərslərimizə qoşulmaq istəyənlər bu videonun və digər videolarımızın altına və yaxud da özələ yazaraq bizim Gmail hesabımıza yazaraq bizə dərslərə qoşulmaqla bağlı müraciət edə bilərsiniz. Və dərslər dediyim kimi fərdi və qrup halında keçirilir. İmkanı və maddi durumu zəif olanlara təmənnaz şəkildə PDF-lər, dəstəklər ödənişsiz şəkildə təqdim olunur. Hər kəsdən kanala abunə olmağı, videoları bəyənməyi və paylaşmağı unutmayın. Hər kəsə uğurlar. Diqqətiniz üçün çox sağ olun. Goodbye.